44 günlük müharibədə xanı qardaşımız bizim hamımızı demək olar ki, könüllü hamısını dəvət elədi ki, döyüşə getməliyik. Biz 1-ci Qarabağ müharibəsində də yenə elə bir yerdə döyüşmüşdük çox. Həqiqətən də xanı qardaşımız inan ki, belə deyək, bizim yanımızda olanda elə bilirdi ki, bizim yanımızda bir, belə deyək, bir batalyon var. O qədər insana, belə deyək, əskərlərə ürək dirək verirdi ki, onun yanında qorxmaq söhbəti ola bilməzdi. Yəni Allah rəhmət eləsin. Biz də bugün Alpaqız döyüş sənətinin məşqçisi, müəllimi olaraq hər zaman öz idmançılarımızı belə deyək, xanı ruhda, xanı kimi vətəni sevən, torpağını sevən bir insan kimi yetişdiririk. Onun hər zaman məzarını ziyarət edirik, hətta söz veririk və dəfələrlə də onun məzarı üstə söz veririk, yarışlara qatılmışıq və birinci yerlərdən geri qayıtmışıq. Yəni, bugündən sonra da inşallah bu davam edəcək. Hamını salamlayıram, bütün Azərbaycanı, Ağdamı. Təşəkkür eləmək istəyirəm Ağdam rayon icra hakimiyyətinə. Bizə dəstək olduqları üçün təşəkkür eləmək istəyirəm Ağdam Veteranlar Təşkilatının komandasına. İnşallah qələbə.